Selamünaleyküm dostlar, hər vaxtınız xeyirli, uğurlu və bərəkətli olsun. Bilirsiniz ki, dünənləri Azərbaycan Ermənistana Gürcüstan üzərindən axır ki, neft kəmərlərini yola saldı. Bəs deyirdilər ki, nə oldu? Bəs İran Ermənistana neft göndərir, İran Ermənistanı neftlə təmin edir. Bu günlər çox təəssüflər olsun ki, Azərbaycan özü Ermənistana neft göndərir və neftlə təmin eləməyə başladı. Həmən neftlə sabah birisi gün həmən Azərbaycan xalqının balalarının qanını axıdacaqlar. Yığacaqlar üzr istəyirəm. Zapravka eləyəcəklər, yığacaqlar, tankerlərə dolduracaqlar, hazır qoyacaqlar. Sabah Azərbaycanla yəni də Ermənistan arasında problem yaranan kimi, yəni maddi maraqlar uyğun gəlməyən kimi, yenə də İlham Əliyev çəkəcək xəncərini belindən, Paşinyan da o tərəfdən başlayacaqlar, neyniyəcəklər? Azərbaycan xalqının gənclərini, cavanlarını qırdırmağa. Əziz və dəyərli dostlar, dəyərli qardaşlar, mən həmişə demişəm, bir gün də deyirəm, ümumiyyətlə Qarabağda, 2-ci Qarabağ olsun və 1-ci Qarabağda canlarını itirən, vətən yolunda döyüşüb şəhid olan ana-bacılarımızdan bugünkü gündə İlham Əliyev hakimiyyəti çox gözəl istifadə etməyi bacarır. Özü kimlərin əlindən bilirsiniz ki, parlamentdə oturan bəzi üzdən İraq millət vəkillərinin əli ilə. Məxsusən bir nümunə gətirə bilərəm sizə ki, Adil Əliyev kimi rüşvətxor, korrupsioner, bandit, reketlərin əli ilə İlham Əliyevi yığır şəhid ailələrini, şəhid analarını, şəhid valideynlərini böyük bir tədbirlərdə iştirak edib və onu ilə bağlı başlayır Adil Əliyev, cənab İlham Əliyev Ali Başkomandan belə gəldi, belə getdi, torpaqlarımızı azad elədi, hələl edib, bələl edib. Bugünkü gündə həmən o şəhid analarından qalxan kimi Adil Əliyev, İlham Əliyev istifadə edib öz maraqlarını, çirkin maraqlarını ki, təbii ki, nail ola bilirlər. Əziz və dəyərli dostlarım, dəyərli qardaşlarım, ömrü boyu bu xalqı, bu hakimiyyət ələ saldı. Ermənistan düşməndir, Ermənistan belədir, ancaq bugünkü gündə görürük ki, Roza Zərgərli olsun, o bursu olsun, getdi 12 bal Erməniyə səs verdi. Mən nə bilim, Ermənini öpdü, qucaqladı. Bunun kimi hadisələr Azərbaycanda saysız hesabsızdır ya. Bugünkü gündə özləri Ermənistanı neftlə təmin edirlər. Hansısa qonşu ölkə, məsələn ya İran ya başqa ölkələri Ermənistana hansısa bir qazla təmin eləyəndə, ya bir neftlə təmin eləyəndə, ya bir neft göndərəndə başlayırlar ki, o İran düşmən ölkəyə Ermənistana qazla başladı təmin etməyə. Bəli, Azərbaycan xalqını mənəvi duyğularından istifadə eləyib, həmişə İlham Əliyev öz çirkin siyasətinin maraqlarının bu xalqı qurban eləyib, bu vətəndaşları qurban eləyib. Sonra qoyurlar Azərbaycan vətəndaşlarını, Azərbaycan millətini, başlayırlar onları sögürlər, onları tənqid eləyirlər. İranda yaşayanlar bu yandakiləri tənqid eləyirlər, söyürlər. Və bu kimi şeylər İlham Əliyev hakimiyyəti öz istədiyi maraqlarını ödeyə bilir və maraqlarını təmin eləyə bilir və maraqlarına çata bilir. Bəli, həmişə biz bunu demişik, həmişə qeyd eləmişik ki, insan gərək ağıllı olsun, insan gərək uzaq görən olsun, insan gərək bir balaca siyasətdə ola bilsin ki, siyasətdə nə gedir, nə dönür, onları analiz eləyib nəticə çıxarta bilsin. Bəli, bir gün siyasətdə olmayan insanları, siyasətlə məşğul olmayan insanları istədiyin formada, istədiyin səpkidə onları yönləndirib, onlardan istifadə etməyi İlham Əliyev hakimiyyəti çox mütəşəkkil şəkildə bacarır və öhdəsindən gəlir. Bəli, mən indi bugünkü gündə Azərbaycan medialarını üzümü tuturam və trollara buradan üzümü tuturam ki, nə oldu? Bir gün Azərbaycan Ermənistana qazla təmin edir. Sabahlar ermənilər gələcək Azərbaycanda keyf eləyəcəklər, biznes quracaqlar, iş görəcəklər. Hətta millət vəkilləri də çıxır qeyd edir ki, 30 ilə yaxındır
o işğal olunmuş ərazilərdəki ermənilər yaşayıb, onlara kompensasiya ödənilməlidir. Baxın, bunu eləyən İlham Əliyevdir ya. Bu şeyləri parlamentə ötürürlər, parlamentdə millət vəkillərin dili ilə didizdirirlər, ondan sonra o şeyləri həyata keçirdir İlham Əliyev. Mən demişəm, bu milləti istədiyin kimi otararsan, istədiyin kimi də istifadə edə bilərsən. Hər cür maraqlardan istifadə eləmək olar bu millətdən. Sağ olun, Allah'a emanet.